Nədir bəs cəhalət? Bizim məsələn izləyicilərimiz cəhaləti hansı əlamətlərindən tanıya bilərlər? Nə deyir bizə Quran, Peyğəmbərimiz? Dəyərli Müşfiq müəllim, mən də əziz və dəyərli izləyicilərimizi Allahın gözəl salamı ilə salamlayım. Arzumuz, niyazımız bu olsun ki, uca yaradan bu mövzumuza işıq salsın, Amin. Bərəkətləndirsin. Həm bizi dinləyənlərimizin könül dünyasında bir nura çevrilsin, bir feyzə çevrilsin. Cahillik, cəhalət İslamın savaş meydanlarında qarşısını alıb savaşdığı və əsrlərdən bəri bütün nəbilərin Allahın salamı olsun hər birisinin üzərinə yer üzərində böyük bir saadəti qurmasında qarşılarında gördüyü ən böyük əngəldir. Və gerçəkdən cahil insanın vəsifləri dediyimiz zaman qafil insanın vəsiflərindən fərqli olur. Yəni cəhalət başqa bir şeydir, qəflət tamam başqa bir şeydir. Açığı cahilliyin vəsiflərini daha gözəl bir aynada Nəbilər Sultanı Aleyhisselatü Vesselam, o kainat məktəbinin böyük müəlliminin dünyasında daha gözəl görmək olur. Çünki o da bir cəmiyyətə indi və ona endirilən ilk ayə oxu ilə başladı. Oxu hökmü əslində o cahiliyyənin divarlarına aşıb keçmək üçün, o cəhalət divarlarını qaldırıb, o insanlığı oradan xilas eləmək üçün çox önəmli mesajlarıdır. Və burada ən böyük əngəllərdən biri Əbu Cəhil deyilən bir adam var. Məşhur. Cəhalətin atası. Niyə Allah Rəsulü buna Əbu Cəhil, cəhildir, cəhalətin atası? Əsl adı bu deyilmiş. Əsl adı İbn Hişamdır adamın. Özdəki İbnül Hikəm deyirlər ona. Hikmət Çünki hətta. hikmətin atası, müdrikliyin, bəlkə dahiliyin dahası kimi baxırdı Məkkədəki insanlar. Amma nə oldu bu yazmağı, oxumağı bilən, günlərlə şeir deməyi, şeir sənətindəki incəliyi, ustalığı bilən bir insana Allah Rəsulü niyə cahil desin? Maraqlı. Əslində cahilliyin ən böyük əlaməti həqiqəti görüb onu qəbul etməməkdir. Həqiqətə qarşı inat göstərməkdir. Gerçəkliyi görüb onu atmaqdır. Və bugünkü 21-ci əsrin insanlarının bu dövrün cahil düşüncəsi ilə əslində cahiliyyət devrinin o qaranlıq dünyasındakı olan insanların bir fərqi yoxdur. O gündə insan güclü olduğu zaman qarşısındakini zəifi əzir. Və bugünkü 21-ci əsrdə bu gün belə deyək, atom bombasını kəşf edən birisi bir qarşısındakı zəif insanın haqqını gözləmədən qul haqqını yeyir. O gündə qılıncını kəsib insanlar doğranırdı. Bu gündə deməli cahilliyin əslində şəklində, formasında bir fərqlilik var. Amma mahiyyətində dəyişməzlik var. O gün də haqq tapdalanır, bu gün də haqq tapdalanır. Ona görə Quran-ı Kərimin ümumiyyətlə üsuluna baxsanız görəcəksiniz ki, Quran-ı Kərim cəhalətə qarşı bir savaş elan eləyir. Amma bunu qılıncla, bunu qalxanla, topla, tüfəklə deyil. Elmlə, hikmətlə, əxlaqla. Qurban olduğumuz həyat kitabında belə bir ayə var. Deyir, Udu'u ilə səbili rabbikə bil hikməti vəl mu'vizətil həsənə və cədilhum billetihi əhsən. Ey yeryüzünün xəlifəsi olan insan. Sən deyir Allahın yoluna, Rəbbimizin əsmasına insanları hikmətlə dəvət et. Gözəl nəsiyyətlərlə dəvət et. Əslində gözəl nəsiyyətlərlə qarşımızdakı insanın o könül coğrafiyasına girə bilirik. İnsanların o düşüncə dünyasına inə bilirik. Və o insanın səviyyəsinə enmək böyük bir əxlaqi dəyərdir. Qarşısındakı insanın könül dünyasını tarmar eləmək, içindəki Kəbənin dağılmasına çalışmamız isə əslində cəhalətdir. Çünki həqiqəti qəbul etmirik. O insan Allahın yaratdığı bir varlıqdır. Və insan qarşısındakı insanı Allahın yaratdığı bir əsər kimi gördüyü zaman onda iqra hökmünün həqiqətini bilmiş olur. Bax, əsas olaraq biz burada görürük. Cahil insanın vəsifləri nədir? Ən öndə olanı kibirli insan, üsyankar insan və gördüyü günəşi yox kimi göstərməyə çalışan və bunun mücadiləsini aparan insan. Və oxuduğum ayədə isə Rəbbimiz nəsiyyətdən sonra deyir, bu cədilhum billetihi əhsən. Ey insan deyir, sən bu dünyada ən gözəl üsul nədirsə, çağına, zəmanənə, yaşadığın dövrün ən gözəl üslubu, metodu, metodologiyası nədirsə, deyir onunla, silahla
onunla mübarizə apar.